Beynəlxalq Strateji Araşdırmalar İnstitutu, Global Firepower və digər nəşrlərin paylaşdığı statistika və məlumatlara əsasən Hindistan və Pakistan arasında bu dövlət daha güclüdür ifadəsini işlətmək doğru olmaz. Çünki rəqəmsal statistika müqayisəsində Dehli İslamabaddan öndədir. Belə ki, 1 milyard 500 milyon əhaliyə sahib Hindistanın aktiv 1 milyon, müharibəyə yararlı 522 milyon əskər ehtiyatı var. Pakistanda isə aktiv 622 min, müharibəyə yararlı 55 milyon əhalisi var. Hərbi büdcə müqayisəsinə əsasən İslamabad illik 7 milyard, Dehli isə 75 milyard dollar vəsait ayırır. Eyni statistik göstəricilər hava, dəniz, quru qoşunlarında da mövcuddur. Texnika sayına görə Hindistan Pakistanı demək olar dəfələrlə geridə qoyur. Dünyanın ən güclü orduları sırasında isə Hindistan 4-cü, Pakistan 12-ci yerdədir. Bununla belə, diqqətdə saxlanılmalı bir məqam var ki, ölkələrin güc və müharibəyə hazırlıq səviyyəsini yoxlayan zaman nüvə silahına malik olub-olmaması da diqqətdə saxlanılır. Belə olan halda isə həm Hindistan, həm də Pakistan demək olar, eyni sayda nüvə silahına sahib ölkələr statusundadır. Bütün bunlar isə hər iki ölkə arasında baş tutan savaşın böyük fəlakətlərə yol açacağını deməyə əsas verir. Güç dengesine baktığımız zaman tabii ki yaklaşık 1,5 milyara yakın nüfusu olan Hindistan'ın hem ekonomik olarak hem de askeri olarak sayısal verilerde, karada, denizde, havada üstünlüğü vardır. Fakat o Hindistan ve Pakistan arasındaki temel güç mukayesesini biz konvansiyonel silahlarla yapamayız. Biz bu mukayeseyi nükleer silahlarla yapmamız lazım. Çünkü Hindistan ve Pakistan arasında meydana gelebilecek bir savaş aslında Asya'da nükleer silahların kullanılmasını gerektiren bir sürece gelir. Digər tərəfdən, nüvə silahının diqqət mərkəzində olmadığı bir senaridə də Hindistanın say baxımından üstünlüyü Pakistanla mübarizə aparmaq üçün kifayət deyil. Buna səbəb isə Dehlinin əksinə İslamabadın kəmiyyətə yox, keyfiyyətə üstünlük verməsidir. Belə ki, iki ölkə arasındakı texnikaların müasirliyi və müharibə zonasındakı testləri ilə müqayisədə Pakistanın inventarındakı silahlar daha üstündür. Burada hərbçilərin təlim formatları, insanların psixolojik vəziyyəti, hərbi sənaye kompleksinin inkişafı və digər ölkələrlə müttəfiqlik əlaqələrini də nəzərə alsaq, Pakistanın Hindistandan geri qalmadığını görərik. Pakistanın dünyada 8-ci yerə malik olan silahlı qüvvələri daha müasir texniki imkanları ilə seçilir və Pakistan hərbi sənaye kompleksi də bugün daha müasir və daha tələb olunan texnikanı istehsal eləyərək silah bazarında özünə məxsus yer tutmaqdadır. Hər bir halda iki böyük ordu və nüvə arsenalına sahib dövlətin müharibəyə başlaması bərabərində bir çox fəlakəti də gətirə bilər. Nüvə silahına sahib olmayan Ukrayna ilə Rusiya savaşının təsirləri fonunda mümkün Pakistan və Hindistan müharibəsi dünya üçün heç də yaxşı nəticələnməyəcək.